Herkese salam. Kanalıma vloguma xoş gəlmisiniz. Bugün sizlərlə Shein-dən gələn kargomuzu açacağım. Hər bir məhsulu bir yerdə göstərəcəm. İlk dəfə də Shein-ə sifariş verirəm. Hələ necə olacağı haqqında bir fikrim yoxdur. Baxıb görəcəyik. Bu mənim bacımdır. Bütün videolarda şikayət elədiyim. Xəbər də var. Nəysə. İndi kargomuz burada. Biz bunu atacağıq. Həqiqətən də qorxuram. Çünki don falan sifariş eləmişik. Qısa ola bilər yəni. İnşallah qısa olmaz. Sən bıçağını yaxşı kəsmir. Mən keçən dəfə yoxladım. Səninki yaxşı kəsmir. Ben baxım nə? Bırax indi. İndi kəsmir. İndi gör bıçaq necə kəsir. En şeydir. Bir paketleme yiyecekler. Yavaş yavaş atalım ki zarar vermeden. Bu deyəsən ayaqqabıdır. Çox qəşəng paketə qoyublar. Bir ataq. Ben yerdekileri de götürüp gelirim. Tada! Bu bacımın içindir, bu da mənim içindir. Çox qəşəngdir. Burada ayaqqabımız var. Bu kadar. İndi bir dənə də dırnaq var. İndi bir yoxlamaq istəyirik, açıb baxmaq istəyirik, sizə də göstərəcəm. Birinci bu ayaqqabıdır, görürsünüz. Burada ayaqları qısa belə dolamaq ipli nəsə də düzdə siz. Adını bilmirəm tam olaraq nədir. İplərini biraz açaq indi. Bu bacım üçündür. Biz toya gedəcəyik. Və həqiqətən də 6 ildir toya getmirəm. Yəni 6 il əvvəl də 4-cü sinif idim. Və paltarım yoxdur yəni toya getməyə. Həqiqətən də ona görə də paltar aldıq. Buradan belə iplər var. Bu mənim deyil. Mən belə ayaqqabılardan xoşum gəlmir. Bacımın da 36 razmeridir və tam oldu ayağına. Yəni orada ölçülərlə ölçüb gətirmişik də. Orada şeyində ayaq ölçüləri, uzunluğu falan var. Yəni tam oldu. Çox qəşəngdir. Şəklini də buraları bir yerə qoyacağım. Aldığımız şey. Bu paket həqiqətən paketdən çox qəşəngdir. Bu da mənim ayaqqabımdır. Qəşəng belə büküblər, eləyiblər. Çox qəşəng. Ben içini sadeye koymuştum. Çox qəşəngdir. Çox qəşəngdir. Həqiqətən çox bəyənərək almışam. Bu da 37 razmeridir. Normalda 36, 37, 38 falan geyinirəm. Ayaqqabıya görə dəyişir də. Mən yenə ölçüb gətirmişəm. İnşallah yaxşı olar. Bir də hündürlüyü az olsun istəmişəm. Çünki gəzə bilmirəm. Çünki heç gəzməmişəm. Hündürlük taban ayaqqabı üstündə. Bu da şəkil. Sifariş edildiğimiz bütün məhsulları açdıq, baxdıq sizlə bir yerdə. Sadəcə olaraq donların geyinilmiş videolarını qoymadım. Çünki bacımla mənim də əynimə böyük oldu. Yəni belə bel hissələri, uzunluğu çox yaxşı idi. Yəni gözlədiyim kimi idi. Amma bel hissəsi və çiyin hissəsi böyük oldu, düşür belə. Ona görə də onu dərzidə düzəltdirəcəyik. Ondan sonra toy vlogu çəkərəm yəqin ki, toya gedəndə orada qoyaram. Paltarda görərsiniz. Bacımınki də həmçinin, onda da biraz belində boşluqlar var. Onu da düzəltdirməliyik dərzidə. Belə. Dırnaqları isə, bu dırnaqları isə həmin günü taxacağıq. Elə toy günü. Elə o vaxtı görərsiniz yəqin ki. Belə. Hələlik sağ olun. Vlogların davamı gələcək. Kanalıma abunə olub, yorum atıb, videomu bəyənməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Sağ olun.